Salam aleykum, hardayam deməli, hökməli arkasından qalxdın, məscid məktəb tərəfdə, gecə-gecə, həqiqətən gecə-gecə 39 min manata bu cürünə harda ev var, sual verirəm. Yoxdur əlbəttə ki. Həqiqətən çox gözəl evdir, 100 kvadratlıq evdir, 3 maşınlıq həyətdən, çox gözəl də təmir var. Alıb bundan sonra bu evə 1 manata xərclənmir eləmir. Wi-Fi, qazı, işığı, suyu, tam təmirli evdir. Mətbəx mebeldə 1500 manat verilir, o da qalacaq. Yəni ev axtarırdınsa, fikirləşməyə dəyməz. Gördünsə, gəl. Üstündən bir ay keçəndən sonra yığacaqsan ki, bu ev necə satıldı tez bazar. Yəni tez vaxtda gəl. Gördünsə, gecə-gecə gəl al. Vallahi qismət olası evdir. Həqiqətən gözəl proyektdir, gözəl, qiymətli. Yəni bugünkü gündə belə evlər həqiqətən bahadır. 45-50 min manat ən aşağısıdır. Yəni bugünkü gündə pula ehtiyacı olduğu üçün təcili sonu 39 min manata verir. Yəni gəlib evin üstündə qiymət söhbəti eləmə. Ay gedim 35 min alaram, yox. 39 min manatdır qiyməti. Yerinin laminatına qədər alınıb, o da veriləcək. Aboyuna qədər alınıb, yəni bu otağında. Bu orta təmirdir. Hamısı veriləcək üstündə. Hədiyyədir. Pul istəmirik burada. Yəni qiymətinə görə həqiqətən idealdır. Fikirləşməyə dəyməz. Burada bir dənə oturub durmalıq normal foyesi. Burada hamam, sanuzeldir. O da tam təmirdir. Çöldən görünüşüdür. Həyətin üç maşın rahatlıqdan daxil olur. Çöldə əl damı, ayaq olusu, yəni çox şeylər tikilib də bax, artıq nə istəsən yığa bilərsən. Və burada da həyətidir. Həyəti çox genişdir. Yəni bugünkü gündə sən bu qiymətə ev tapa bilməzsən. Gördünsə real ev alansansa, fikrin ev almaqdırsa yerindəcə gəl, fikirləşmə. Sağ ol.